Salam. Mən bugün özelləşmə çekləri barəsində kısa bir məlumat vermək istəyirəm sizə. İnsanlar tez-tez narahat olurlar bu özelləşmə çeklərindən. Müraciət edirlər, soruşurlar, amma dəqiq bir məlumat heç kimdən almırlar. Nə olan şeydir bu özelləşmə çekləri? Nəyə görə bu özelləşmə çekləri heç şeyə yaramır? Gəl əvvəldən başlayaq. Özelləşmə çeklərinin mahiyyətini bilmək üçün siz gərək biraz tarixə baş salasınız. Lap o Lenin dövrünə, ondan bəri gələsiz bu yana, ondan sonra başa düşərsiniz ki, özelləşmə çekləri nə idi və özelləşmə nə olan şeydir və bunun tarixi hardan başlanır. Bunu sizə heç kim deməz. 1917-ci ildə Rusiyada, eləcə də Azərbaycanda yeni bir hökumət yarandı. O hökumət Sovet hökuməti idi və o hökumət kimin ki şəxsi mülkiyyətində zavodu, fabriki, torpaqları, kombinatları, xüsusi mülkiyyəti var idi, hamısını əllərindən aldı. Xalqın əlində olan bütün xüsusi mülkiyyətləri, mal qaranı, hər şey aldı və bu Sovet hökuməti ümumiyyətlə xüsusi mülkiyyətçiliyin düşməni idi. Hər şey dövlətin olmalı idi. Xalq sadəcə onun üçün işləyirdi, fəhlə kimi zavodda, kənd yerində də kolxozda işləyib maaş alırdılar. Fəhlənin özünün 6 sotdan çox, kəndinin özünün 6 sotdan çox torpağı olmalı deyildi. Fəhlə də özünün heç vaxtı zavodu, fabriki, dükanı da ola bilməzdi. Hamısı hökumətin idi. Fəhlə ancaq işləyib özünü dolandırmalı idi. Sovet hökuməti belə idi. Bunu cavanlar bilmədikləri üçün çeklər haqqında da məlumatları yoxdur. 1991-ci ildə Sovet hökuməti dağıldı. Yəni, xüsusi mülkiyyətin əleyhinə olan, insanlardan, onların əllərindən mülkiyyəti alan bir hökumət, mülkiyyət də nə mülkiyyət? Bakıda neft buruqları, iri torpaq sahaları, zavodlar, neft alma zavodları, rayonlarda mülkiyyətdarlar, hər şeyi hökumət almışdı. 91-ci ildə Sovet hökuməti süquta uğradı. Sovet hökuməti təkcə Azərbaycanda deyildi. Bütün 15 respublika, eləcə də Rusiyada da Sovet hökuməti süquta uğradı 91-ci ildə. Ondan sonra Sovet hökuməti, yeni hökumət, eləcə də Rusiya hökuməti öz xalqından üzr istədi, bildirdi ki, sizin ata və babalarınızın əmlakları dövlət əllərindən alıb. Bunun üçün siz bundan sonra o zavod və fabrikləri ki, hökumət alıb özü işlədirdi, sizi fəhlə kimi işlədirdi, siz bundan sonra o zavod və fabriklərin mülkiyyətçiləri ola bilərsiniz. Siz o zavod və fabrikləri özəlləşdirib, tutalım ki, bir zavodda 5000 adam varsa, o 5000 adam birləşib pul qoyub, zavodu ala bilərdilər hökumətdən. İnsanların pulları olmadıqları üçün hökumət Rusiyada və Azərbaycanda, eləcə də digər respublikalarda privatizasyon çek, yəni özəlləşmə çekləri buraxıldı. O çeklər nə idi? O çeklər belə başa düşülürdü ki, 70 il ərzində Sovet hökumətinin istismar etdiyi, fəhlənin, kəllinin istismar etdiyi ata babasının əmlakının cüzi bir hissəsini çek formasında onlara verildi. Çek formasında. Dedi ki, hər bir vətəndaşa, sənin babanın o bizim torpağı olub, zavodu olub, neysə olub, əllərindən alıblar. Konkret hadisə olmasa belə. Bu çekdən sənə düşür. O çek hər adama $800 müqabilində çek verildi. Qiymətli çek. Vətəndaş onu sata da bilərdi. Vətəndaş onu pul kimi istifadə edib, zavod, fabrik, kombinat yerlərdə, şəhərlərdə, harada ki dövlət müəssisəsi vardı, ora qoyub, onu özəlləşdirə də bilərdi. Amma tək yox. Kollektiv özəlləşmə ola bilərdi. Yəni, bütün bu kollektiv, hansı ki bütün bu kollektivlərə, bütün üzvlərinə verilmişdi bu çekdən, onlar zavod və fabriklərini, kombinatları özəlləşdirmək üçün, həmən zavod və fabriklərini kollektiv mülkiyyətə çevirmək üçün səhmdar cəmiyyətinə çevirməli idilər. Səhmdar cəmiyyəti o zaman Azərbaycan və Sovet xalqı üçün çox anlaşılmaz bir deməli anlayış idi. Səhmdar cəmiyyəti nə olan şeydir? Səhmdar cəmiyyəti budur ki,
zavod və fabrik, iri müəssisə, bank, ümumiyyətlə iri müəssisələr yaranış zamanı səhmlər buraxırlar. O səhmləri ayrı-ayrı insanlar alır və o insanlar pul verib səhmləri alır. O insanların da o pullarından, o qiymətli kağızdır səhm. O səhmə görə alınmış pulla o zavod və fabrik böyüyürdü, inkişaf edirdi, iri müəssisələr. Vətəndaşlar da daha pul vermədilər. Dövlətin onlara verdiyi çekləri verməli idilər, səhmə çevirməli idilər. İlk zamanlar vətəndaşlar bunu başa düşmədilər. Başladılar səhmləri satmağa, çekləri. Amma sonradan bəziləri anladı ki, bunu biz gərək verək səhmdar cəmiyyətinə çevirək, qiymətli kağız formasına. Ondan sonra biz fəhlə yox, daha öz fabrik, kombinat və zavodlarımızda mülkiyyətçi kimi ola bilərik və dividend ala bilərik. Zavod və fabrikin bütün gəlirlərindən biz xeyir götürə bilərik. Olmaz zavodun bir direktor sahibi, olar 1000 sahibi. Vətəndaş bunu başa düşmürdü, inanmırdı da buna. Ona görə çekləri satdılar. Bundan da istifadə edən o zamanki zavod və fabriklərin böyükləri, direktorları, generalni direktorları, Bakıda hələ onlardan bir 30-40 rayonlar, cəmi 30, 150, 200 iri müəssisələr vardı. O xırda müəssisələr hələ demirəm, kombinat, zavod, fabriklər. Onlar da vətəndaşlara bunu satmadılar. Çünki zavod və fabriklərin rəhbərləri maraqlı idilər ki, vətəndaşlar bu zavodları kollektiv sürədə ala bilməsinlər. Necə eləsinlər ki, zavod və fabriklər yalnız onların mülkiyyətinə keçsinlər. Beləliklə onlar da əyintilərə başladılar. Sonradan bu məlum oldu. Vətəndaşlar anlasalar da ki, artıq zavodu səhmdar cəmiyyətə çevirmək lazımdır. Çekləri vermək lazımdır. Bir 30-40% 30% istifadə elədi bundan. Bəzi yerlərdə zavod və fabriklər, məsələn, kondisioner zavodu səhmdar cəmiyyətinə çevrildi. Ayrı-ayrı keçmiş müəssisələr səhmdar cəmiyyətlərinə çevrildilər və o da nəyin hesabına oldu? Vətəndaşların verdikləri səhmdar çeklərin hesabına səhmdar cəmiyyətinə çevrildi. Amma kim ki o çekləri vermədi, səhmdar cəmiyyətinə işlədiyi müəssisəni çevirmədi, eləsi çox idi. Çünki elə adam var ki, onları çek verilirdi. Onlar zavod və fabrikdə işləmirdilər, elə evdə idilər. Evlər qadın idi. O çeki götürdü, qoydu evində, elə bildi ki, bunun qiyməti qalxacaq. Daha bilmirdi ki, bu özəlləşmə proqramında iştirak eləmək lazımdır. Bu çek özəlləşmə üçün verilib. Sonradan o qiymətdən düşəcək, onu heç kim almayacaq. Bunun arxasında qızıl durmayıb, pul durmayıb. Və beləliklə bu özəlləşmə proqramı da məhz bayaq dediyim formada axıra qədər gedə bilmədi. Özəlləşmə proqramı çox pis getdi. Xalq, vətəndaş bundan istifadə edə bilmədi. Özəlləşmə nəticəsində yalnız qazananlar kimlər oldu? Əvvəldən də milyoner pullu olan zavod direktorları, kombinat direktorları, baş direktorlar, necə deyim, pullu insanlar. Onlar vətəndaşları bir-bir çağırdılar zavodlara, onların səhmlərini satın aldılar, yığdılar. Vətəndaşlar da imkansızlıqdan zavod gördülər ki, işləmir, səhmdar cəmiyyətə çevirsə də işləmir, çünki buna mane olurlar, çoxlu sabotajlar oldu. Bütün fəhlələr et çeklərini verdilər direktorlara ki, onun əvəzinə pul aldılar ki, mən istəmirəm, iştirak eləmirəm, ver mənim səhmimi, ver mənim pulumu. 100, 150, 200 manata öz səhmlərini həmin direktorlara satdılar. Həmin direktorlar da minlərlə səhmləri yığdılar, günlərin bir günü o müəssisələri bankrot elan edib, yerlə yeksən etdilər. Zavod dağıldı, dəzgahlar satıldı, zavodun yerləşdiyi ərazi satıldı, Novostroyka və şadlıq evləri tikilməyə başladı. Beləliklə Azərbaycanda özəlləşmə baş tutmadı. Daha doğrusu baş tutdu, o özəlləşdirmə yox. Deməli, oliqarxiya başlandı. Artıq bank sahibləri yarandı, iri zavod və fabriklər ayrı-ayrı müəssisələrə çevrildi, hansı ki, xalq artıq orada iştirak eləmirdi. Xalq o özəlləşmədə iştirak edə bilmirdi. Onların özəlləşmə çekləri də evlərində batdı qaldı. İndi aradan 95-ci il hara, 96-cı il hara, indiki zaman 2026-cı il hara. İndi vətəndaşlar qalxıb o çeklərin pulunu istəyirlər. O çeklərin pulunu sizə kim verəcək? Kim verəcək? Əgər bu çek adından bildiyi kimi
özəlləşmək üçün nəzərdə tutulub. Özəlləşmə də alınmadı. Vaxtında da siz birləşib, daha doğrusu xalqda təqsir yox idi. Xüsusi olaraq bu belə planlaşdırılmışdı ki, xalq bilməsin bunu. Çünki xalqa məxsus milyardlarla, 10-100 milyardlarla əmlak ayrı-ayrı adamların mülkiyyətinə keçdi. Zavod və fabrikləri deyirəm. Xalq bu özəlləşmədə iştirak eləmədi. Xalq öz ona verilmiş şansdan istifadə edə bilmədi. Bu mümkün də deyildi istifadə eləmək. Çünki o vaxt Azərbaycan xalqı o qədər də savadlı deyildi ki, bundan başı çıxsın. Zavod və fabriklərdə rəhbərləri də heç hakimiyyət də bunlara xalqa yığışdı, onları cəmləyib bir məsləhət vermirdi, başa salmırdılar, maraqlı deyildilər. Görürsün xalq nə gündədir? Həmən o iş yerləri də yoxdur, o çeklər də alınmır. Ona görə səhmdar özəlləşmə çeklərinin qiymətlərinin qaldırılması, indi hakimiyyət, deputatlar, məhkəmə nəsə sizə kömək eləyəcək, inanmıram. Mən bir il bundan qabaqda Bakı İnzibati Məhkəməsinin qabağından keçəndə görəndə ki, orada çeklə əlaqədar məhkəmə gedir, bir ki, o işbaz adamlar söz veriblər nəyəsə, yox. Onun iqtisadi əsası yoxdur, onun hüquqi əsası yoxdur. Şans getdi. Artıq onlar qiymətdən düşmüş bir kağızlardır, artıq çoxdan. Bu vaksellər deyirlər, bu səhmlər deyil, bu sadəcə olaraq hökumətin bayaq dediyim hansı məqsədlə bu verilmişdi? Yəni, buna Rus demiş ki, adına razı bir çek deyirdilər ki, bunu gəlin istifadə ediləydi. Əgər o çekin təyinatı olan iri müəssisələr yoxdursa, yerinə yeksən olunubsa, siz onu hara verərsiniz özəlləşdirməyə? İndi özəlləşdirmək istəyirlərsə, pul tələb edirlər. Gətirin, euro, dollar, manat özəlləşdirin və yaxud dövlət əmlakını alın, satın. O çeklərə daha heç kimin ehtiyacı yoxdur. O çekləri görə özünə narahat eləməyin. Bu çek bir prosesin bir hissəsi idi. O proses də daha yoxdur. Ondan sonra da olmayacaq. Özünüzü necə deyərlər, incitməyin. Sağ olun, başınızı ağrıtdım. Sualınız varsa yazın. Sağ olun.